Hər vaxtınız xeyir olsun, əziz və dəyərli insanlar. YouTube kanalıma xoş gəlmisiniz. Növbəti çəkilişimiz, buraxılışımız çox dəyərli bir qonaqlı olacaq. Həmin qonağım bu çəkilişdə iştirak etmək üçün birbaşa Ağdamdan gəlib. Qarabağın ilk sosial sahibkarı, Dəzgah brendinin təsisçisi, hansı ki Dəzgah brendi hal-hazırda tekstil məhsullarının satışı ilə məşğuldur. Və həmin xanım eyni zamanda fərdi inkişaf mentorudur və təlimçidir. Mən onu sizə təqdim etmək istəyirəm. Mübarək xanım Hüseynova. Xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür edirəm gəldiyiniz üçün və sizin hekayəniz o qədər güclüdür ki, Mübarək xanım və mən çox istərdim ki, daha çox bizim insanlar sizin hekayənizlə tanış olsunlar. Ümumiyyətlə Dəzgah brendi necə yaradılıb? Çox təşəkkür edirəm dəvətiniz üçün. Dəzgah brendi məcburi köçkün qadınların tikdiyi məhsulların brendidir. Biz 1994-cü ildən Ağdam rayonunun Güllücə kəndindən məcburi köçkün olduq və 3 nömrəli Ərəb Çadır şəhərciyində məskunlaşdıq. Demək olar ki, bu illər bizim üçün çox çətin keçdi. Həmin illərdə mən özüm orta məktəbdə oxuyurdum və mənim üçün ali təhsil almaq ən böyük arzum idi. Müharibə səbəbindən bu arzum artıq gerçəkləşməyəcəyini inandım və Çadır şəhərciyində başqa bir dil öyrəndim. Ərəb dilini öyrəndim və öz həmyaşıdlarımdan fərqli olaraq vaxtımı dəyərləndirmək üçün əlavə kurslara getdim. Hansı ki, bizim Çadır şəhərciyində tikiş sexi var idi. Kim istəsə orada gedib həmin dərzilərə könüllü olaraq kömək eləyə bilərdi və o peşənin sirlərini öyrənə bilərdi. Mən də vaxtımı dəyərləndirmək üçün bu fürsətdən istifadə elədim və həmin sexdə dərziliyi öyrənməyə başladım. Həmin vaxtlar mən bilməzdim ki, bir zaman bu mənim işimə, məsləyimə çevriləcək. İllər keçdi və biz artıq qəsəbəyə gəldik. Hansı ki, indi hazırda məskunlaşdığımız Ağdam rayonunun Təzəkənd qəsəbəsinə. Qəsəbəyə gəldikdən sonra bir neçə müddət mən düşündüm ki, nə işlə məşğul ola bilərəm. Çünki artıq boş vaxtım çox qalırdı və mən bu vaxtı dəyərləndirmək üçün bir şeylər eləmək istəyirdim. Fikirləşdim ki, biz toxuculuqla məşğul olurduq. Hələ çadırda yaşayan vaxtı toxuculuqla məşğul olurduq. Və mən oradan gətirdiyim iplərlə başladım nələrsə toxumağa. Mənim əlimdə bu toxuma məhsullarını görəndə hər kəs fərqli yanaşmağa başladı. Yəni bunun belə deyim, köhnədən qalma bir adət olduğunu, mənim boş vaxtımı bundan keçirməməyimi tövsiyə eləyənlər oldu və bir çox müdaxilələr oldu. Buna baxmayaraq mən baxdım ki, bunlardan nələrsə hazırladıqca özüm sanki mənlə bir rahatlıq tapıram. Bir neçə müddətdən sonra fikirləşdim ki, artıq mənim toxuduğum bu məhsullar biraz çoxalıb. Bəlkə bunları bir satışını həyata keçirmək üçün bir nələrsə fikirləşim. Bizim evimizin qabağından bütün, yəni qəsəbədən keçən insanlar oradan görə bilərdilər. Mən bir dənə stol qoydum həyətimizin qabağına. Həmin bu toxuduğum məhsulları qoydum onun üzərinə. Bir neçə müddətdən sonra artıq yavaş-yavaş gördüm ki, bu insanların diqqətini cəlb eləyir. Və sonra artıq telefon olandan sonra mən YouTube kanallarında toxuculuq məhsullarına, onun toxuma formalarına baxırdım. Gördüm ki, həmin o mənim istifadə elədiyim iplərlə hansı ki, az iplə daha gözəl məhsullar toxuya bilərik. Və beləliklə bu toxuculuq işlərinə başladım. Bir gün eşitdim ki, GİZ, yəni Beynəlxalq Alman Əməkdaşlığı Cəmiyyəti həmin bizim qəsəbəmizdə vərəqlər paylayır. Bu vərəqlərdən mən də əldə elədim ki, onların təlimlərinə qoşulum. Həmin vərəqdə doldurarkən baxdım ki, bir çox sətirlərdə mən yox yazmışam. Və bu məni məyus elədi ki, məni seçməzlər. Çünki orada soruşurdular ki, ingilis dili bacarığınız varmı? Mən yox yazmışdım. Kompüter bacarığınız varmı? Mən yox yazmışdım. Hansısa bir iş təcrübəniz varmı? Ona da yox yazmışdım. Və beləliklə məni seçməyəcəklərini düşündüm. Bugün də o vərəqləri saxlayıram amma. Çünki o mənim demək olar ki, ürəkli atdığım ilk addım idi. Yəqin ki, o qədər çox ürəklə eləmişdim ki, onu sonra nəticə verdi həmin bu təlimlərə qoşulmağım. Bir gün o təlimlərə qoşulanlardan mənə Abadla
Cəzit arasında belə bir görüş olduğunu bildirdilər və orada toxuculuq məhsullarından hazırlayan xanımların məhsullarından götürüb Abad vasitəsilə turistik şəhərlərdə satışını təşkil eləyirdilər. Mən müraciət elədim, getdim həmin görüşə və orada mənə bir dənə kukla şəkli göstərdilər. Bildirdilər ki, əgər bu kuklanı toxuya bilsəm, mənlə müqavilə bağlayarlar. Mən heç vaxt kukla toxumamışdım. Həmin kuklanı bir həftəyə toxudum. Çünki eyni ton rəngləri, eyni aksesuarları hamısını tapmaq, almaq, onlar bir həftəyə toxudum. Həm də vaxtın uzanmasının səbəbi ondan ibarət idi ki, əslində bu mənim üçün həlledici bir iş idi. Çünki onlardan hə və yox cavabı almağım məhz bu hazırladığım məhsuldan asılı idi. Ona görə də daha çox titizliklə yanaşırdım. Toxudum, şəklini çəkdim, göndərdim və məhsulun özünü canlı görmək istədilər. Gördükdən sonra mənlə müqavilə bağladılar. Artıq mən oldum Abadın bir fəxri üzvü. Sonra həmin o toxuduğum məhsulları artıq turistik şəhərlərdə Abad vasitəsilə satışa çıxartdım. İlk dəfə eşidəndə ki, mənim toxuduğum həmin kukla hansısa xarici ölkə vətəndaşı tərəfindən alınıb, bu məni çox sevindirirdi. Çünki məcburi köçkünlük həyatında artıq bir çox arzularımızın həyata keçməməsi bizi biraz da ruhdan salmışdı, inamımızı itirmişdi. Bacaracağımıza çox da inanmırdıq. Bu ilk addımları atanda artıq hər şeyin yaxşı olacağına inanırdım. Sonra həmin biznes təlimlərinə qoşuldum. Hətta sizinlə də elə orada tanış olmuşdum mən. O təlimlərdə bizə öyrətdikləri o satışın sirləri, marketinq, sonra Canvas vasitəsilə öyrənmək, SWOT analizlər, bu mövzuların hər birini orada öyrəndikcə gəlib evdə onların hamısını özüm üçün yazırdım və müzakirə eləyirdim. Mən öyrəndiyim hər bir şeyi tətbiq eləməyi sevirəm. Və belə oldu ki, oradan da qalib oldum və Tikiş Avadanlığı ilə Beynəlxalq Alman Əməkdaşlığı Cəmiyyəti məni təltif elədi. Yəni oradan Tikiş Avadanlıqları aldım. Bu Tikiş Avadanlığı ilə mən başladım artıq bəzi məhsullar tikməyə. Əvvəllər də tikişlə bağlı təcrübələrim var idi. Dediyim kimi tikiş sexində öyrənmişdim, işləmişdim. Sonra amma əlavə parçalardan hansı ki fikirləşirdim ki, bizim qəsəbəmizdə yaşayan insanların nəyə ehtiyacı var, onları hazırlayırdım. Amma mənim maşınım olmadığına görə nənəmin maşını var idi. Mən axşamlar evdə, ailədə hər bir şeyi təmin edəndən sonra gedirdim onları tikirdim. Gecə saat 2-yə, 3-ə qədər gətirirdim. Sabahı bizdə bir satış nöqtəsi yox idi. Mən baxırdım, məktəbə gedən kimsə var idisə, ondan xahiş eləyirdim ki, aparsın onu məktəbdə göstərsin. Xəstəxanada işləyən tanıdığım bir kimsə var idisə, onunla göndərirdim. Sonra bizdə belə deyim, başqa qəsəbələrə də işə gedənlər var idi. Yəni tanıdığım əlaqələrimdən istifadə eləyərək belə satış eləməyə başladım. Bu mənim üçün artıq bir işə çevrildi. Sonra avadanlığı alandan sonra isə artıq biz bir tikiş qrupu yaratdıq və hər şey ondan sonra başladı. Dəzgahda həmin o tikiş qrupu ilə birlikdə işləyəndən sonra, birlikdə hazırladığımız məhsullar, sifarişlər olandan sonra Beynəlxalq Alman Əməkdaşlığı Cəmiyyətinin dəstəyi və köməyi ilə biz dəzgah brendini yaratdıq və artıq bütün məhsullarımızı dəzgah brendi altında təqdim eləyirik. Bu komandanın da yaranması yenə biz artıq pandemiya dövrü başladı, bildiyiniz kimi 2019-cu ildə pandemiya başladı. Mən həmişə deyirəm ki, mənim həyatımda 2 dəfə çox çətin bir vəziyyət yarandı. Biri müharibə idi, hansı ki, bir mənim yox, bir çox insanların həyatında dönüş yaratdı. Mənim kimi həmyaşıdlarımın çoxu təhsildən kənarda qaldı, arzuları yarımçıq qaldı. Amma mən heç pəs etmədim, məyus olmadım və mən əgər təkidlə bir istəsəydim ki, mən təhsil almaq istəyirəm, bu mənim günahım deyil ki, müharibə oldu belə, bu valideynlərimi incitməkdən başqa heç nəyə yaramayacaqdı. Amma mən də başa düşürdüm ki, mən bunu çox istəyirəm. Mən o boşluğu, yenə dediyim kimi, ərəb dilini öyrənməklə, başqa bir dil öyrənməklə doldurdum və yenə də təhsil aldım. Hansı ki, Şamaxı şəhərində Milli Əxlaq və İslamşünaslıq fakültəsini bitirdim. Sonra ikinci dəfə bu dönüş nöqtəsi pandemiyada oldu.
Pandemiya ölkəmizə bəlalar gətirdi, ailələrə bəlalar gətirdi. Amma pandemiya zamanı hər şey, bütün təhsil sistemi, bütün görüşlər, təlimlər onlayn olmağa başladı. Əgər bu təlimlər, bu görüşlər onlayn olmasaydı, mən onların hər birində iştirak eləmək üçün harasa gedə bilməyəcəkdim. Çünki adicə o biznes təlimlərinə gedirdim mən. Çünki biznes təlimlərinə getdiyim vaxt belə hər kəs bu yaşında sənin nəyinə lazımdır, uşaqları qoysan evdə gedirsən, neçə saat yoxa çıxırsan, belə hər tərəfdən belə sözlər eşidirdim. Amma bu gün onu demək istəyirəm ki, o həmin mənə hara gedirsən, nəyinə lazımdır, bu yaşında sən bu işlərlə məşğul olmaq yaşın deyil deyənlər bu gün mənə yaxşı ki bizi dinləməmisən və yaxşı ki elə öz bildiyini eləmisən deyirlər. Onlayn hər sistemdə artıq təlimlərimiz onlayn davam elədi və onlayn olduqdan sonra biz bir təlimə qoşulduq. Gender Tot təlimləri idi, silsilə təlimlər və bu təlimlərin bitəndən sonra belə bir sual var idi ki, siz öz icmanızda gender bərabərliyini qorumaq üçün nə edə bilərsiniz? Mən düşündüm ki, bizim icmamızda yaşadığımız hansı ki qəsəbədə bütün bu problemlərin hamısı işsizlikdən yaranır. Və mən nə edə bilərəm? Mənim bildiyim bir peşəm var. Mən dərzilik peşəsini bilirəm və əgər özüm kimi arzuları yarımçıq qalan, təhsildən kənarda qalan, amma hələ də ürəyində o işıq, qığılcım olan xanımları bir araya gətirib onlara bu peşəni öyrətsəm, onlar da öz sənədlərini taparlar, öz işlərini qurarlar, öz qazanclarını qazanarlar və beləliklə ən azından bir töhfəm, bir dəstəyim olmuş olar. Belə bir layihə həyata keçirdik və mən öz qəsəbəmizdən tanıdığım həmin potensialı olan, hansı ki amma evladını tək böyüdən anaları həmin qrupa cəlb elədim. 10 nəfər xanıma dərzilik sirrəni öyrətməyə başladım. Və biz o komanda, bu komanda artıq 6 ildir ki bir yerdəyik. Nübarə xanım, ümumiyyətlə dəzgah brendi hansı məhsulları istehsal edir? Dəzgah brendinin məhsulları yataq dəstləri, müxtəlif çeşiddə və ölçüdə süfrələr, uniformalar, milli geyimlər, çay dəsmalları və cehizliklərin hazırlanmasıdır. Bundan əlavə bizim sifarişçilərimizin istəyinə uyğun istədikləri məhsulları da bizim hazırlamamız üçün bizə müraciət eləyə bilərlər. Mən demək istəyirəm ki, sizin aldığınız hər bir məhsulda bir az təminatlı ailənin qızının təhsil almasına dəstək olmuş olursunuz. Təşəkkür edirəm. Nə gözəl. Təşəkkür edirəm Nübarə xanım. Mən digər detallarla bağlı sizə sualları verəcəm zaten. Mənə bilirsiz nə maraqlandırır? Siz bayaq Beynəlxalq Alman Tərəfdaşlıq Təşkilatı haqqında danışdınız və həqiqətən də onlar sizə çox gözəl bir dəstək göstəriblər. Siz artıq bu təcrübəni yaşayan bir yerli icma rəhbəri olaraq, lideri olaraq nə düşünürsüz? Nəyə görə bir çox beynəlxalq təşkilatların layihələri uğursuz olur? Bu qədər onlar büdcələr ayırırlar. Bu qədər onlar zaman, enerji ayırırlar ki, müəyyən bir regionlarda işlər getsin. Nə düşünürsüz? Beynəlxalq Alman Tərəfdaşlıq Təşkilatında nə oldu ki, onlar nəticə qazandılar? Ümumiyyətlə, beynəlxalq təşkilatlar yerli icmalarla işləyərkən layihələrdə bu dövlət təşkilatlarına da aid ola bilər. Nəyə fikir verməlidirlər ki, onların gördüyü bir işin nəticəsi olsun? Yəni, belə cavab verim, Sara xanım. Məncə, onlar doğru adamları tapdılar. Hansı ki, o adamlar həqiqətən də bu işi bacaracaqdılar. Həqiqətən də onların istədiyi məhz elə bunu öyrənmək idi. Çünki həmin Beynəlxalq Alman Əməkdaşlıq Cəmiyyəti tərəfindən mənim komandamda olan digər 2 xanım da avadanlıqla təmin olundu. Və bu xanımlar həmin belə deyim, o işi bacarmayan bir xanımlar idi ilk öncələr. Sonra mənim yanımda öyrəndikdən sonra, artıq o avadanlıqları da əldə elədikdən sonra onlar da öz işlərini qurdular. Və biz əvvəldən bilirsiniz, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə hər kəs, yəni belə deyim, balaca evlərdə yaşayır, yəni ölçüsü kiçik olan evlərdə yaşayırıq. Əlavə bir yerimiz yox idi. Biz o avadanlıqları öz evimizdə qurmuşduq. Və
biz onu dayanıqlığını saxlamaq üçün əldə etdiyimiz hər hansı bir qazancdan, deyək ki, bir təmir işi gördük, o təmir işindən gələn gəliri birləşdirirdik. Bizim həmin o gəlirə ehtiyacımız yox idimu? Təbii ki, var idi. Amma biz fikirləşirdik ki, elə düşünək ki, bu günləri heç biz bu gəliri əldə eləməmişik və onları bir yerə qoyurduq. Biz ilk dəfə milli paltar tikməyə qərar verdik və bu da necə oldu? Mən peşə təmayüllü siniflərin təşkili layihəsində imtahan verdim və müəllim kimi seçildim. Orada dərs keçdiyim vaxtı həmin mövzuda milli geyim tikmək var idi. Mən orada milli geyimi tikib məktəbə, sinifə təqdim eləyəndə, orada məktəbdən mənə bildirdilər ki, bizim məktəbin tədbirləri üçün belə milli paltarlar istəyirik tikəsiniz. Həmin məktəbə lazım olan qədər orada milli paltarlar tikdik, öz tələbələrimizlə verdik və mən düşündüm ki, biz bunu özümüz də öz qrupumuzla eləyə bilərik, hansı ki, Novruz şənliklərində və yaxud da başqa bir tədbirlərdə bunu verə bilərik, kirayəsini və yaxud da satışını təşkil eləyə bilərik. Və həmin gündən də qərar verdik və bu işi görməyə başladıq. İlk dəfə biz pulumuzu birləşdirib bir dənə milli paltar tikmişdik. O bir dənə milli paltarı tikib və reklam eləməyə başlamışdıq. Bizim reklam eləyəcək hər kəs yəni öz telefonunda, statusunda paylaşırdı. Reklam dediyim sadəcə reklam dediyim bu idi elə. Beləliklə bizə sifarişlər gələndən sonra biz baxdıq ki, görək əgər həqiqətən də buna ehtiyac varmı? Ehtiyac olduqdan sonra artıq başladıq bu işi, bu məhsulu daha da çoxaltmağa. Yəni sizin sualınıza cavab olaraq demək istəyirəm ki, bütün təşkilatlar, layihələr doğru vətəndaşlara çatdıqda, həqiqətən də ehtiyacı olan və bu işi bilən birinə etibar etdikdə, bu işi bilən biri ilə əməkdaşlıq etdikdə nəticəsi olur və dayanıqlı olur. Çünki bu işi bir çox layihələrdə və yaxud da müsahibələrdə iştirak edib avadanlıq qazanandan sonra onu maddiyyata çevirmək üçün satanlar olur. Onu başqa bir artıq mən bu peşəni yox, başqa peşəsi verdim, ona görə işlədə bilmirəm deyə və bir çox bəhanələrlə onları istifadə eləməyənlər olur. Amma nə vaxt ki, həqiqətən də doğru ünvana çatırıq, o zaman nəticə əldə eləyirik. Bunu da belə deyim, tanıyan biri əgər eləyərsə daha yaxşı olar. Bunu öz qohumuna, öz tanışına, öz dostuna yox, həqiqətən bilən və ehtiyacı olan birinə verdikdə olur. Məhz Beynəlxalq Alman Əməkdaşlığı Cəmiyyəti bunu elədi. Ehtiyacı olan hər kəsə verdi və nəticəsi də bu günləri göz qabağındadır. Mən çox təşəkkür eləyirəm həmin komandaya. Biz Cəzit komandası deyirik onlara, çünki həmişə adətən sevdiklərimiz adları qısaldırıq. Ona görə də onları da biz çox istəyirik deyə onlara elə Cəzit komandası deyirik. O komandaya bir daha minnətdarlığımı bildirirəm ki, mənim və mənim komandamın bugünkü uğurlarında birbaşa onların böyük bir töhfəsi var. Təşəkkür edirəm Nübarə xanım. Sizcə insanı nə inkişaf etdirir? İnsanı hərəkətə gətirən nədir? Hər kəsin bəlkə də inkişaf etməsi üçün, hərəkətə keçməsi üçün fərqli bir səbəbləri ola bilər. Amma mən öz təcrübəmlə deyə bilərəm ki, mənim inkişafıma dediyim kimi, biz biznes təlimlərinə qoşulduğumuz zaman orada qadınların hansı ki, fiziki qüsuru olan kənd qadınları, belə deyim, atasını, anasını itirmiş hansısa qızların həyatı, onların uğur hekayələrinə qulaq asdıqdan sonra mən fikirləşdim ki, demək ki, istəyən hər kəs bacarar. Çünki belə bir fikir formalaşmışdı ki, əgər sənin pulun yoxdursa, əgər sənin tanıdığın bir kimsə yoxdursa, sənə kömək edə biləcək bir kimsə yoxdursa, lorul dildə desəm, sənin dayın yoxdursa, belə bir fikir var idi ki, sən heç vaxt uğur qazana bilməzsən və irəli gedə bilməzsən. Mən o hekayələrə qulaq asandan sonra mən baxdım ki, bu sadəcə bir deyimdir, stereotipdir və bunu qırmaq mümkündür. Həmin o hekayələrə qulaq asandan sonra mən inkişafa daha çox inandım və oradan elə addımlamağa başladım. Elə oldu ki, həmin o pandemiya vaxtı onlayn təlimlərə qoşulduğumuz zaman Crescendo marafonuna biz müraciət elədik.
Yenə də deyim ki, onu da həmin Beynəlxalq Alman Əməkdaşlığı Cəmiyyəti tərəfindən 10 nəfər Ağdamdan, 10 nəfər Bərdədən, 10 nəfər Mingəçevirdən həmin marafona qoşula bilərdi. Bu da müsahibə yolu ilə seçilirdi və o şanslılardan biri də mən idim ki, müsahibədə mən də seçildim. Və o marafona qoşulandan sonra mən orada həqiqətən də inkişafım daha mümkün olduğunu və yollarını öyrəndim. Bizim təlimlərimiz hər gün keçirildikcə, bizə yönləndirilən məktubları işlədikcə, mentorlarımızla görüş keçirdikcə mən baxdım ki, həmişə deyirəm ki, Crescendo insanlara nə diplomuna görə, nə statusuna görə, nə yaşına görə, nə də ki, imkanına görə yer verməyən bir yerdir. Yəni onlar insanları sadəcə biliyinə, bacarığına, istedadına görə seçirlər. Və mən buna inanandan sonra orada daha çox insanın uğur qazanmasını, daha çox insanın inkişaf etməsini gördüm. Hansı ki, orada gənclərimizin nə qədər çox inkişaflı olduğunu gördüm. Və mən onlarla birlikdə bu 100 günlük marafonu keçdim və 100 günlük marafonun qalibi oldum. Bu məni daha da çox ruhlandırdı. Və mən bugün deyə bilərəm ki, Toğrul müəllimə təşəkkür edirəm ki, məni həmin o marafona seçdi, orada bir şans verdi iştirak eləməyim üçün və məndən sonra artıq yaş stereotipi Crescendo'da ləğv oldu. Artıq yaş stereotipi yoxdur. İstənilən yaşda Crescendo'ya müraciət eləmək olar. Crescendo'da mentor kimi fəaliyyətim oldu. Crescendo'dan sonra karyera məsləhətçiləri kursunu bitirdim və artıq karyera məsləhətçisi kimi də belə deyim, özümü sınamağa başladım. Əgər bir nəfər özünü inkişaf elətdirmək istəyirsə, onun ətrafında onun kimi düşünən insanlar olmalıdır. Mən həmişə öz şagirdlərimə də, benefisiarlarımıza da, ailəmdə, evladlarıma da, tanıdığım yenə mənim yanımda olan komandama da həmişə deyirəm ki, təsəvvür eləyin ki, siz 6 mərtəbəli bir pilləkəndə durmusunuz və birinci pilləkəndə, ikinci pilləkəndə, bütün pilləkənlər insanlarla doludur. Siz birinci pilləkəndə duranda ətrafınızda fərqli adamlar olur. İkinci pilləkənə siz qalxanda artıq ətrafınızda fərqli adamlar olur. Kimsə birinci pilləkəndən sizlə eyni zamanda qalxırsa, onlar da sizin yanınızda qalxırlar. Siz əgər inkişaf eləmək istəyirsinizsə, sizi aşağı çəkən insanların yanından çalışın ki, uzaqlaşasınız. Çünki onlar sizin inkişafınıza mane olacaqlar. Həmişə inkişaflı insanlara ətrafından belə bir sözlər eşidirlərsə ki, sən dəyişmisən, sən əvvəlki kimi deyilsən, sən artıq bizə vaxt ayırmırsan. Əgər bu sözləri eşidirsə kimsə, bilsin ki, o inkişaf eləyir. Nə gözəl. İlk öncə məncə ətrafımızı zənginləşdirməli, ətrafımızı dəyişməliyik. İnkişaflı insanların əhatəsində olmalıyıq ki, bizi inkişafdan geri qoymasınlar. Nübarə xanım, mən Cəzət layihəsində sizin komandanızdan və digər 2 bölgədən deməzdim, çünki orada 3 sosial sahibkarlıq ideyası üzərində işləyirdi. Bakı, Gəncə və Ağdam. Nəyə görə mən bu sualı verdim eyni zamanda? Sizin fikirləriniz mənim üçün dəyərli idi. Çünki həmin o mentorluq proqramında sizin komanda ən gözəl nəticələri göstərmişdi və mən sadəcə öz müşahidələrimi sizinlə bölüşmək istəyirəm ki, ən gözəl nəticələri qazanan komanda ən ağır şəraitdən, ən ağır hekayəsi olan bir komanda olub və mən düşünürəm ki, ən uğurlu hekayələr, ən gözəl hekayələr ən ağır şəraitlərlə bağlıdır, ən ağır təcrübələrlə bağlıdır və insan həmin o ağır təcrübələrdən ən azı sağ çıxmaq üçün, sağ qalmaq üçün o bütün limitlərə baxmayaraq, çünki sizin qaldığınız qəsəbə müharibə görüb və infrastruktur çox zəifdir, çox limitlidir. Siz çox şey orada əldə edə bilmirsiniz, imkanlar çox limitlidir. Amma sizin beyniniz o qədər kreativ şəkildə işləyirdi ki, siz hətta öz məhsullarınızı Amerikaya kimi çıxarda bilmirsiniz. Bununla bağlı da mən deyəcəm. Yəni mənim burada eyni zamanda izləyicilərlə bölüşmək istədiyim də bir məqam ondan ibarətdir ki, eyni zamanda insanı da hərəkətə gətirən, inkişafa da gətirən ən vacib məqamlardan biri onu limitləyən mühitdən çıxmaq istəyidir. Hansı ki, siz bunu çox gözəl bacarmısınız və bununla da bağlı mən sizə ətraflı digər suallar da verəcəm. Ümumiyyətlə, Nübarə xanım, sizcə hər kəs sahibkar ola bilərmi?
Bəli, məncə hər kəs, istəyən hər kəs sahibkar ola bilər. Sizin dediyiniz kimi, həmişə ən çətin şəraitdə yaşayan insanlar daha çox uğurlu olurlar. Mən bunun səbəbini son vaxtlar çox düşündüm və fikirləşdim ki, həmin o vəziyyətdə yaşayan insanlar itirməyin nə olduğunu bilən insanlardır. Yoxun nə olduğunu bilən insanlardır. Həmin insanlar üçün bir balaca fürsət yarananda o insanlar ondan dörd əli ilə yapışır. Mən peşə təmayüllü siniflərin təşkili layihəsində işlədiyim zaman ilk il işləyəndə mənim təhsil sənədim yox idi. Amma mən imtahan verib imtahanla qəbul olmuşdum həmin o müəllimliyə. Sonra mənim ali təhsil sənədim olmadığı üçün mənə məktəbdə işləyə bilməyəcəyimi bildirdilər. Mən xahiş elədim ki, icazə verin, ili sona çatdırım. Sonra yenə də yəqin ki, məndən işləmək istəməsəniz, mən sizlə razılaşaram. Belə oldu ki, belə qərara gəldilər ki, uşaqlardan imtahan götürülsün, əgər onlar yaxşı nəticə göstərərlərsə, mən ilin axırına qədər işləyə bilərəm. Uşaqlar yaxşı nəticə göstərdi və mən həmin ili tamamladım. Sonra mən düşündüm ki, mən təhsil sənədi mütləq ki, əldə eləməliyəm. Çünki artıq o inkişaf başlamışdı. Mən itirdiyim o 20 ili dayandırmışdım və geriyə sayırdım. O 20 ili doldurmaq üçün çalışırdım. Artıq mən 40 yaşında yox, 20 yaşındakı kimi o həvəslə, o istəklə hər şeyə başlamaq istəyirdim. Elə oldu ki, bizi Cəmiyyət, yəni Beynəlxalq Alman Əməkdaşlığı Cəmiyyəti Yevlax şəhərində Kobiya ilə birlikdə təşkil etdiyi tədbirə dəvət elədi, hansı ki, orada satış sərgi olmalı idi. Biz də öz məhsullarımızla ora çıxdıq və orada mənim həyat hekayəmi danışmaq üçün mənə söz verdilər. Mən orada həyat hekayəmi danışdım. Heç düşünməzdim ki, mənim hekayəmdən təsirlənərək bir layihə həyata keçirə bilərlər və mən o layihədən təhsil sənədi əldə edə bilərəm. Sonralar öyrəndim. Demək olar ki, keçmiş 2 ay ərzində mən bunu öyrəndim ki, dəyərli Samirə xanım Quliyeva da həmin tədbirdə iştirak eləyirdi. Həmin vaxtlar Samirə xanım Təhsildə Keyfiyyətin Təminatı Agentliyində çalışırdı və sonradan özü bildirdi ki, mən sizin hekayənizə qulaq asandan sonra mən düşündüm ki, mən sənədim var, sənədim yox layihəsini həyata keçirim və təhsil sənədi olmayan hər kəsə bir şans yaradaq ki, onlar dərslərdə, təlimlərdə iştirak eləsinlər, imtahan versinlər və təhsil sənədi əldə eləsinlər. Beləliklə, mən də həmin layihəyə müraciət elədim və tək özüm deyil, öz komandamdan 6 nəfəri də özümlə bərabər həmin layihəyə apardım. Orada birlikdə həmin dərslərdə iştirak elədik, nəzəri, praktiki imtahanlar verdik və təhsil sənədi əldə elədik. Həmin vaxt mənim 42 yaşım var idi. Mən 42 yaşımda artıq bir arzumu həyata keçirmişdim. 29 il 4 aydan sonra mən öz kəndimizə getdim ilk dəfə. Artıq torpaqlar işğaldan azad olmuşdu. Mən ilk dəfə öz kəndimizə gedəndə öz evimizə getmədim. Mən məktəbimizə getdim. Belə bir videoda çəkmişik orada. Hansı ki, mən məktəbdə, bilmirəm, bəlkə də demək istədiyim ünvan başqa idi, amma yəni mən oxumağa məktəbdə başlamışdım deyə məktəbə getdim və o sözləri orada işlətdim. Mən orada söz verdim həmin o məktəbin uçuq divarlarına ki, sən mənim əlimi boşladın. Mən 14 yaşında Çadır şəhərciyinə getdim və arzularım yarımçıq qaldı. Amma mən sənə söz verirəm. Geri dönüşüm vaxtı, geri köç başlayan zaman mən bu kəndə bir sahibkar kimi qayıdacağam. Və bu bir giley deyil idi. Bu bir qərar idi. Küsmək də deyil idi. Bəli, bu bir qərar idi. Artıq mən orada bu hər şeyin çətin olduğunu bilirdim. Çünki bu günə qədər gəldiyimiz hər bir yol çətindir. Bu gün onu danışanda o qədər gözəl danışırıq ki, belə hər şey alındı, belə qərarlar verdik, belə qrup yaratdıq, belə irəlilədik. Bunları danışırıq asanlıqla, amma onların hər birinin arxasında böyük çətinlik, böyük əziyyətlər qalıb. Hər birinin arxasında böyük əziyyətlərimiz var. Amma o əziyyətlər də xoş əziyyətlərdir. Hansı ki, siz özünüz də bizim komanda ilə görüşə gələndə gördünüz. Anara xanım, təşəkkür eləyirik ona da. Anara xanım Zakirli bizim komandamızda tikiş təlimləri xanımlarımıza verdi və onun da bacarıqlarından istifadə elədik. Hansı ki, bu günlərdə
bir sualımız olanda yenə də belə deyim, çox sevərək bizim sualımızı cavablandırır. Biz həmişə öyrənməyə hazırıq və bizim belə deyim, gücümüz, dayanıqlığımız da ondan irəli gəlir ki, biz həm bir-birimizə güvənirik, həm inanırıq, həm də ki öyrənməyə həvəsliyik. Çünki bizim prinsiplərimiz dayanıqlılıq, şəffaflıq, töhfə vermək və dürüstlükdür. Biz bunları bacardığımız müddətdə, yəni bir komanda olaraq həmişə güclü olacağıq. Nübarə xanım, siz sahibkarlıq fəaliyyətindən əlavə olaraq ictimai fəaliyyətdə də çox aktivsiz. Bu haqqda nə bölüşə bilərsiniz bizimlə? Bəli, biz belə deyim, ictimai fəaliyyətlərimiz daha çoxdur. Hansı ki, deyək ki, biz komanda olaraq, qrup olaraq bütün tədbirlərdə iştirak eləməyə çalışırıq, bütün sərgi və festivallarda iştirak eləməyə çalışırıq. Bu həm bizim özümüzün tanıtımımızla əlaqəlidir. Hansı ki, 1 iyun Uşaqlar Günüdürsə, qəsəbəmizdə yaşayan hansısa az təminatlı bir ailənin uşağının və yaxud da şəhid ailəsinin bir uşağının belə deyim, bayramını təbrik eləmək üçün komanda olaraq gedirik və yaxud da Qurban Bayramı olanda çalışırıq ki, öz büdcəmizlə bir qurban kəsək və az təminatlı ailələrə bunu belə deyim, təqdim eləyək və hansısa bayram günlərində özümüzün belə deyim, istehsal elədiyimiz məhsullarla mı, belə ictimai fəaliyyətlərimiz, sosial fəaliyyətlərimiz daha çox olur. Hətta bununla bağlı 2023-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən Tərəqqi medalı ilə də təltif olunmuşdum və bu mənim üzərimə daha da çox bir yük qoydu, daha da məsuliyyətimi artırdı. Mən o medalı alanda da qeyd eləmişdim ki, mən bu medalı bütün məcburi köçkün qadınlar adına alıram və biz torpaqlarımız geri qayıdır, artıq böyük qayıdışla bağlı öz vətənimizə qayıdırıq. Orada bu etimadı doğrultmağa, bütün məcburi köçkün qadınlar olaraq birləşərək bizim şəhidlərimizin qanı bahasına aldığı o torpaqları bundan sonra çiçəkləndirmək, abadlaşdırmaq və bütün dünyaya o torpaqların bizim olduğunu sübut eləmək üçün də məhz biz çalışacağıq. Ümumiyyətlə, Nübarə xanım, ümumi ya komanda idarəçiliyində, ya indiyənə kimi keçdiyiniz bu sahibkarlıq təcrübəsində hansı ən böyük çətinliklər yaşamısınız və onların öhdəsindən necə gəlmisiniz? 10 nəfər komanda ilə başladıq, hansı ki, o tikiş qrupuna cəlb elədiyimiz xanımlar və bu komandanı belə deyim, böyütməyə qərar verdik ki, biz komandamızı böyüdək və sırf tikişçilər yox, hansısa peşəni öyrənmək istəyən xanımlar da varsa, onları öz qrupumuza dəvət eləyək. Mən peşə təmayüllü siniflərin təşkil layihəsində dərs dediyim zaman Kənd Qadınlar Assosiasiyasının bir nümayəndəsi orada təlim verdi və biz orada tanış olduq. Bundan sonra biz orada Kənd Qadınlar Assosiasiyasının tərkibində bir qrup yaratdıq. Həmin xanım bir gün istirahət günü var idi və onu sərf elədi, bizim üçün gəldi, bizim qrupumuzu yaratdı. Qrupumuzun da adı oldu Naxış Qadın İnkişaf və Müəssisə qrupu. Niyə naxış? Çünki biz naxış işləri ilə məşğul idik. Tikişdə naxış vururduq, şirniyyat bişirən xanımlarımız naxış vururdu, toxucu xanımlarımız naxış vururdu, salonda işləyən xanımlarımız naxış vururdu və biz fikirləşdik ki, qoy elə bizim qrupumuzun adı Naxış qrupu olsun. Və beləliklə biz artıq Azərbaycanda 70-dən çox qadın qrupunun birləşdiyi bir assosiasiyanın tərkibinə qoşulduq. Orada müxtəlif rayonlardan olan xanımlar var idi. Biz onlarla əməkdaşlıq elədik, öz təcrübələrimizi bölüşdük, festivallara, sərgilərə çıxdıq. Və biz bu qrupları yaradanda bizim qrupumuz, ilk tikiş qrupumuz 10 nəfər idi. Sonra biz 17 nəfərlik qadın qrupumuzun tərkibinə 17 nəfər qadın cəlb elədik. Bu qadınlarla biz hər həftə qrup görüşü keçirirdik. Bu qrup görüşünü bir yerdə keçirəndə artıq onların ailələrində suallar yaranırdı. O qadınların bir yerə yığışması, hər həftə bir yerə gəlməsi ailələrində müəyyən bir çətinliyə, bir söz-söhbətə səbəb olurdu. Və biz qərar verdik ki, hər dəfə görüşü bu qadınların birinin evində keçirək. Biz belə də elədik. Hər dəfə o qadınların birinin evinə həmin qrup görüşümüzü, qrup iclasımızı keçirmək üçün getdik. Orada
hansı ki kimdə ailə üzvlərindən hansında sual yaranırdı. Bunlar niyə yığılırlar, bura nə danışırlar, məqsədləri nədir? Bu sualları aradan qaldırmaq üçün həmin ailə üzvlərini də dəvət eləyirdik görüşlərimizə. Və onlar bizim görüşlərimizdə oturduqca bizim deyək ki, hansısa məhsulu hazırlamaq istəyiriksə, onları müzakirə eləyirdik. Hansısa qarşıdan bir tədbir gəlirdisə, bir bayram gəlirdisə, onlara necə hazırlaşacağımızı qərarlaşdırırdıq və hər görüşdə biz hərəmiz 1 manatdan özümüz üçün büdcə yığırdıq. Və bu büdcəni belə deyim, bir xəzinədar seçmişdik. Hər dəfə özü yığırdı, imzalayırdı hər kəs. Büdcədə nə qədər pulumuz olduğunu bilirdik. Elə oldu ki, elə biz biznesə başlayanda da həmin büdcə ilə başladıq. Biz qrupumuzdan kiminsə ehtiyacı olduğunda həmin o büdcədən ona belə deyim, kömək eləyirdik və sonra o özü o büdcəyə gətirib həmin işin gördükdən sonra, işi düzəldikdən sonra həmin büdcəyə gətirib o pulu qoyurdu. Beləliklə bizim gördülər ki, bu qrupun olması heç də pis bir şey deyil. Əslində bu qadınlar bir-birinə dəstək verir, bir-birindən daha çox şeylər öyrənirlər. Artıq boş-boş söhbətlər eləmək, boş-boş şeylərlə vaxt keçirmək yox, vaxtını dəyərləndirməyi öyrənirlər. Çünki bizim qadınlara mən artıq o təlimləri keçdikcə, xanımlarla görüşləri keçdikcə, həm də fərdi inkişaf mentoru olduğum üçün onlarla birbaşa inkişaf söhbətləri də aparırdım və onların içərisindəki hansı bacarıqlar var, onları üzə çıxartmaq istəyirdim. Bu onlarda daha çox maraq yaranırdı. Onlar da öz ailələri ilə bölüşürdülər, evladları ilə bölüşürdülər. Belə deyim, mən həmişə deyirəm ki, biz çalışmalıyıq ki, əgər yaxşı bir cəmiyyət istəyiriksə, savadlı gənc nəsil istəyiriksə, ilk öncə onların analarına dəstək olaq. Çünki savadlı ananın savadlı evladları olur, savadlı evladlar yetişdirir. Yəni belə deyim, ilk öncə biz onların analarına dəstək olarıqsa, onlardan gözəl nəticələr görərik. Nübarə xanım, Amerikaya kimi məhsullarınızı necə çıxartdınız? Ümumiyyətlə necə oldu sizdə bu proses? Biz bayaq da qeyd elədiyim kimi Abadla işlədiyimiz zaman biz toxuculuq məhsullarını göndərirdik və toxuculuq məhsullarımız müxtəlif turistik şəhərlərdə satılırdı. Və beləliklə xaricdən gələn turistlər də həmin məhsulları alıb aparırdı və bizim ilk məhsulumuz da məhz Amerika vətəndaşına satıldığı üçün biz həmişə qürurla deyirik ki, bizim məhsullarımız artıq Amerikaya qədər gedib çıxmışdı. Qadın lider olaraq, qadın sahibkar olaraq qadınlara nə tövsiyə edərdiniz? Mən həmişə çox təşəkkür eləmişəm ki, Allahıma mənim qarşıma yaxşı insanlar çıxardıb. Və o yaxşı insanlarla bərabər mən addımlayaraq hər şeyin yaxşı olacağına, ətrafımdakı, bütün dünyadakı insanların yaxşı adamlar olduğuna inanaraq bu yola davam eləmişəm. Mən tanış olduğum hər bir kəs, hansı ki, belə deyim, Mübarək Hüseynovun əlindən tutub ilk evdar xanımlıqdan bugünkü sahibkar bir xanıma olmağa qədər gələn yolda əlimdən tutan hər bir kəsə belə deyim, təşəkkür eləmək istəyirəm. Bunlardan əgər o dəstəyi görməsəydim, o hörməti görməsəydim, o dəyəri görməsəydim, mən də bəlkə də hansısa bir yolun yarısında dayana bilərdim. Peşə təmayüllü siniflərin təşkili layihəsində Gülsel müəllimlə bir yerdə işlədik. Çox gözəl bir xanım idi və qarşıma çıxdığı üçün təşəkkür eləyirəm. Kənd Qadınlar Assosiasiyasının tərkibində Yəməntac xanım qarşıma çıxdı. Bizim qrupumuzu yaratmaqda, idarə eləməkdə və mənim inkişafımda çox böyük töhfələri oldu. Demək olar ki, bir qadının inkişafında ona dəstək olacaq, fikir bildirəcək, hər bir şeydə istər texnologiyalarla işləməkdə kömək olsun, istər digər məsələlərdə olsun, həmişə yanımda olub Yəməntac xanım. Ona da təşəkkürümü bildirmək istəyirəm. Mənim 42 illik arzumu belə deyim, həyata keçirən 42 il bir təhsil sənədim olsun deyə arzuladığım və bir gün mənim həmin o təhsil sənədimə qovuşmağımda kömək olan Samirə xanıma təşəkkür eləmək istəyirəm, hansı ki bu inkişaf yolunda yanımda olmuşdu. Və hər şeyin başlamasına səbəb olan Cəzit komandasından Günel xanıma
təşəkkür eləmək istəyirəm. Məhbubə xanıma təşəkkür eləmək istəyirəm ki, o təlimlərdə olduq və Cəzit komandası olaraq Günel xanım hər zaman bizim yanımızda oldu. İstər dəzgah brendinin yaranmasında olsun. Sizə xüsusi təşəkkür eləmək istəyirəm. Çünki siz sosial sahibkarlıq haqqında bizə təlimlər keçəndə, bizə məlumatlar verəndə mən fikirləşdim ki, biz əslində bu işi görürmüşük, sadəcə bunun sosial sahibkarlıq olduğunu bilmirmişik. Və belə deyim, sizə çox təşəkkür edirəm. Hansı ki, bizə UNDP ilə bağlı o təlimlərdə iştirak eləməyimizə dəstək oldunuz. Dəzgah brendinin tanınmasında dəstək oldunuz. Təşəkkür edirəm sizə. Və bu UNDP-nin layihələrinə qoşulduqdan sonra, sosial sahibkarlıqla bağlı öyrəndikdən sonra artıq o silsilə təlimlərdə öyrəndiklərimizlə öz biznesimizi daha böyütməyə çalışdıq, işimizi qurmağa çalışdıq. Yəni bu düzdür, bizim öyrənilmiş dərslərimiz oldu, hansı ki, çətinliklərdən bir daha eyni şansları yaşasaydıq nələri etməzdik. Amma yenə də bunlar hamısı xoş təcrübələr idi. Bu gün artıq hüquqi müəssisə olan Naxış Tekstil MMC-nin tərkibində dəzgah sosial sahibkarlıq brendinin məhsullarını hazırlayırıq. Komandamızdan belə deyim, bizim komandamız 2 sosial tərəfi əhatə eləyir, hansı ki, onlardan birincisi məcburi köçkün qadınlarla bizim müəssisəmizdə işləyən qadınlar məcburi köçkün qadınlardır. İkinci də tərəfi odur ki, biz həmin o məhsulları məhz məcburi köçkünlər üçün əlçatan eləməyə çalışırıq. Hansı ki, onların istifadə elədiyi, əldə eləmək istədiyi məhsulları hər birini onlar üçün əlçatan eləməyə çalışırıq. Bizim məqsədimiz az təminatlı ailələrin, qadınların işlə təmin olunması və gənc qızların repetitor yanında hazırlığına dəstək olmaqdır. Onları az yaşda nikahlardan uzaqlaşdırmağa çalışmaqdır. Biz artıq bu demək olar ki 2023-24-cü tədris ilində bu sosial fəaliyyətimiz sayəsində dəstək olduğumuz 3 tələbə qızımız artıq ali təhsil müəssisəsində bugün tələbədirlər. Biri 405 bal, biri 502, biri digəri isə 517 balla ali məktəblərə qəbul olublar. Hər tətilə gələndə onlar gəlirlər, bizlə görüşürlər və biz istəyirik ki, bunu daha çox belə deyim, ehtiyacı olan qızlarımız üçün eləyək. Çünki biz özümüz bu həyatı yaşadığımız üçün onlar üçün nə etdiyimizin fərqindəyik. Bizim hazırda yeni yaranmış bir belə deyim işimiz var. Biz bununla yanaşı istəyirik ki, milli geyimlər üzərində əsasən daha çox belə deyim işləyirik. Milli geyimlərin kirayəsi, satışı ilə məşğuluq. Ən çox bu il məsələn milli geyimlərimizi belə deyim artıq işğaldan azad olunmuş torpaqlarımıza, Xankəndinə, Xocalıya, bu şəhərlərə belə bizim milli geyimlərimiz getdi. O tədbirlərdə iştirak edən uşaqların, o bayramda iştirak edən uşaqların əynini bəzədi və bu bizi çox sevindirir. Biz bununla yanaşı hansı ki artıq bizim həssaslıq xəritəmiz var, bizim öz qəsəbəmizin hansı ailənin hansı imkanda olduğunu bilirik. Onlara xüsusi həmişə endirimlərimiz olur və yaxud da belə deyim, onların evladları üçün o milli geyimləri özümüz təşkil edirik, gətiririk, geyindiririk və tədbirə yola salırıq. Bu bizi çox sevindirir. Artıq biz belə qərar vermişik ki, biz bir çox geyimlərə ikinci həyat vermək istəyirik. Bu həm ətraf mühitə, tullantıların qarşısını almaq üçün, həm də ki tullanmış o istifadə olunmamış geyimlərdən yeni kiçildərək qəsəbəmizin, icmamızın insanlarının, yəni istəyinə uyğun onları formasını dəyişərək onlara təqdim eləyə bilirik və yaxud da onlardan çantalar, bantlar və yaxud da müxtəlif paltarlar hazırlayırıq onlar üçün.
Biz hələ qadın qrupunda olduğumuz zaman, yəni qrupumuz bu hüquqi müəssisə olmadan da əvvəl belə bir devizimiz var idi. Ehtiyacın yoxdursa gətir, ehtiyacın varsa götür. Və belə bir otağımız var, həmin o konteynerimizin içində. Orada həmin o paltarları qoyuruq. Məsələn, bax belə deyim, bizə müraciət edənlər olur, hansısa gətirir paltarı. Biz baxırıq ki, onu, yəni onun istədiyi kimi düzəltmək mümkün deyil. Özümüzdə olan o paltarlardan təklif eləyirik və biz onu belə deyim, əvvəl iyanə kimi, kömək kimi eləyirdik, amma artıq onları hazır formada gözəl, keyfiyyətli tikişlə ütülüyüb belə asılqanda təklif eləyirik yeni paltar kimi. Yenə də, yəni ödənişsiz veririk bunları onlara, amma onlar da özlərini pis hiss eləmir onda. Yəni onlara biz onu iyanə kimi verdiyimizi düşünmürlər. Bu onların üzündə gördüyümüz o sevinç bizi xoşbəxt eləyir. Hansı ki bu yaxınlarda belə bir şey oldu. Atası, anası itirmiş bir gənc qız bizə müraciət elədi və dedi ki, mən kəbin paltarı istəyirəm, amma kəbində hamı ağ geyinir. Mən də istəyirəm, mən ağ paltar geyinim. Biz baxdıq, bizim paltarların içində ağ paltar yox idi. O özü pərdə günlüyü gətirmişdi bizə ki, mən istəyirəm ki, bundan bir dənə paltar tikəsiniz. Biz bunun ölçülərini götürdük, yola saldıq və bu komanda şəklində, yəni bu bizim belə deyim, adamın ürəyi götürmür onu. Özümüz qəşəng bir parça aldıq, ona gözəl bir paltar hazırladıq və dedik ki, amma bir şərtimiz var ki, kəbin şəklini bizə göndərəsən və biz onu böyüdəcəyik, otağımızın bir köşəsindən vuracağıq ki, bu bizim ən gözəl gəlinimizdir. Və belə də oldu. Yəni o geyinib həmin paltarı çıxanda heç gözləmədik, çünki onun gətirdiyi parça başqa parçaydı. Bizim ona təqdim elədiyimiz paltar tamam başqa idi. Onun üzündəki sevinci görmək bizim bütün yorğunluqlarımızı apardı. Sizə görə güc nədir? Mənə görə güc risk eləməkdir. Əslində biz içimizdə qorxular həmişə var. Desəm ki, qorxmamaqdır, düzdür, qorxmamaqdır. Amma içimizdə müəyyən bir vaxtlarda o qorxular yaranır. Amma güc risk eləməkdir. Çünki mən həmin bu həyatımı dəyişəndən deyim, dəyişəndən əvvəl heç risk eləməyi sevmirdim. Və sonradan gördüm ki, risk eləmək əvvəldən daha lazım imiş. Çünki risk eləyərək həyatımı alt-üst elədim. Və baxdım ki, həyatımda altı üstündən daha yaxşı imiş, bunu daha əvvəl eləmək lazım imiş. Mən bir də bu şeyləri belə deyim, hər şeydən bir stimul alaraq, bir güc alaraq başladıq. Yəni hər şey birdən-bir olmadı. Addım-addım, kiçik addımlarla. Mən Crescendo'da özümə belə bir deviz seçmişdim. Hər yaşda kiçik addımlarla zirvəyə gedən yoldakı uğur əl çatandı. Mən bunu özümə bir slogan eləmişdim və bununla hərəkət eləyirdim. Yəni bu gün olsun ki, bir kiçik addım atırıq. Heç vaxt böyük addımlarla getmirik, kiçik addımlarla gedirik. Və mən orada belə bir şey də öyrənmişdim ki, bizə təlimdə bir Yapon ata sözünü demişdilər. Mənə balıq vermə, mənə balığı tutmağı öyrət. O qədər məntiqli gəlmişdi buna və mən bu prinsiplə başladım dərziliyə davam eləməyə və öyrətməyə ki, mən heç kimə balıq verməyim, qoyun balığı tutmağı öyrədim onlara. Ümumiyyətlə dəzgahın növbəti planları nədən ibarətdir? Dəzgahın növbəti planı əsasən korporativ sifarişlər götürmək, işimizi daha da böyütmək. Yəni bizim bu günləri güclü komandamız var. Və o komanda ilə istənilən bir işin öhdəsindən gələcəyimizə inanıram. Çünki mən 2024-cü ilin sentyabrından işğaldan təzə azad olunmuş Xankəndi şəhərində tekstil fabrikində təlimçi kimi işə başladım. 400-dən çox məcburi köçkün qadına dərziliyin sirlərini öyrətdik orada. Bu gün həmin o qadınlar həmin fabrikdə və yanaşı digər fabriklərdə işlə təmin olunublar və işləyirlər. Bu məhz bizim qadınların gücüdür. Bu bir növü elə dəzgahın gücüdür. Biz dəzgahı quranda fikirləşməmişdik ki, bu qədər böyük bir işlər görəcəyik. Amma elə oldu ki, dediyim kimi, qarşımıza çıxan hər bir insan bizə bir töhfə ilə gəldi, bir köməklə gəldi, bir dəstəklə gəldi.
Hər şey pul, maddiyyat demək deyil. Əgər kimsə biliyin bizə verirsə, hansısa bir işin sirrini bizə verirsə, bizi kimlənsə əlaqələndirirsə, bu bizim üçün çox böyük bir dəstəkdir. Və dəzgahın həyatında da belə bir insanlar çox oldu və biz çox şanslıyıq ki, bizim ətrafımızda həmişə belə gözəl dostlarımız oldu. Bu günləri bizim artıq həmin komanda ilə istənilən bir sifarişi götürmək gücünə malikik. Amma biz birinci növbədə yerimizi böyütmək istəyirik. Çünki mən Xankəndi təcrübəsində gördüm ki, bizim qadınlarımızın təlimə çox ehtiyacı var. Bizim qadınlar, yəni əvvəl avadanlıq istəyirdilər, işlərini daha tez qurmağı istəyirdilərsə, bu günləri onlar təlimlər istəyirlər. Öyrənməyi istəyirlər. Artıq öyrənəndən sonra daha yaxşı nəticə göstərəcəklərini bilirlər. Ona görə də bizim indi tikiş və bacarıq bir sosial qrupumuz var, hansı ki orada yenidən yeni xanımlara bu dərziliyi öyrətməyə başlamışıq. Bu bizim belə deyim, zapas komandamızdır. Hansı ki artıq sifarişlərimiz çox olanda onları da o işə cəlb eləmək istəyirik. Bu gün bizə 60-dan çox qadın müraciət eləyib həmin təlimlər üçün. Amma yəni yerimiz çox böyük olmadığına görə biz onları 2 mərhələli eləməyi düşünürük. Yəni dəzgahın növbəti planında həm də bu dərzilik peşəsi ilə bağlı təlimlər verməklə yanaşı fərdi inkişafla bağlı təlimlər, sosial sahibkarlıqla bağlı təlimlər və belə deyim, ən sadəsi davranış qaydalarını öyrətmək belə bizim texnologiyalardan istifadə etmə bacarığımız çox aşağıdır. Texnologiyalardan istifadə eləmək təlimləri, bununla yanaşı da sifarişlərimizi yerinə yetirməyi planlayırıq. Biz planlamadığımız şeyləri həyat qarşımıza çıxartdı və gözəl şeyləri çıxartdı. Bəlkə də bu gün bizim dediyimizdən daha gözəl şeylər yenə də qarşımıza çıxacaq və növbəti dəfə biz görüşəndə mən tamam başqa bir uğurlarımız haqqında danışacağam sizə. Mübarək xanım, mən sizə sonuncu sualı verəcəm. Mübarək xanım kimdir? Bunu məndən çox ətrafımdakılar deyə bilər. Mən ilk dəfə özümü təqdim eləyəndə Evdar xanım kimi təqdim eləmişdim. Bir neçə aylar keçdi və Crescendo marafonuna qoşuldum. Dediyim kimi, orada fərdi inkişaf mentoru oldum. Özümü təqdim eləyəndə fərdi inkişaf mentoru kimi təqdim elədim. Sonra karyera məsləhətçiləri kursunu bitirdim və onu əlavə elədim. Karyera məsləhətçiləri kursu, karyera məsləhətçisi kimi təqdim elədim. Sonra artıq bir müəllim oldum. Peşə təmayüllü siniflərin təşkili layihəsində tikişçi dərzi müəlliməsi. Sonra sahibkar, təlimçi, bu günləri Naxış Tekstil MMC-nin təsisçisi və rəhbəri. Kənd Qadınlar Assosiasiyasında olduğum zaman idarə heyətinin üzvü, Ağdam rayonunda fəaliyyət göstərən 10 qadın inkişaf və müəssisə qrupunun mentoru oldum. Bunların hamısı az bir vaxtda oldu. Amma böyük bacarıq, əzm və güc istəyirdi. Mən öyrənməyi həmişə çox sevmişəm və öyrənməyi sevdiyim üçün mənə elə gəlir ki, bu şeyləri daha çox öyrəndim. Amma bu gün özümü təqdim eləyəndə Mübarək Hüseynova qadınlara dəstək olan biri. Yəni qadınların dəstəkçisi. Mübarək xanım, mən sizə o qədər minnətdaram bugünkü görüşümüz üçün, müzakirəmiz üçün, belə möhtəşəm söhbət üçün. Sizi dinləmək hər zaman xoşdur. Sizin uğurlarınızı izləmək həmişə xoşdur və mən sizinlə əməkdaşlığa çox və çox sevinirdim. Canlı görmüşdüm sizin gördüyünüz işləri və buradan da mən bizi görən izləyicilərə səslənmək istəyirəm ki, əgər sizin keyfiyyətli tekstil məhsullara ehtiyacınız varsa, əgər xarici, məsələn, hər hansı bir tədbirlər üçün milli geyimlərə ehtiyacınız olarsa, hər hansı bir tədbirlərdə Azərbaycan mədəniyyətini təqdim etmək istəyərkən həmin o paltarlardan istifadə etmək istəsəniz, Dəzgah brendinə çox rahat şəkildə müraciət edə bilərsiniz.
Eyni zamanda siz keyfiyyətli məhsulu əldə etməklə həm də çox güclü bir şəkildə sosial təsir göstərəcəksiniz. Məcburi köçkün olan qadınlar icmasına dəstəyinizi göstərəcəksiniz. Çünki biri var ki, biz dəstəyi xeyriyyətçiliklə, bir dəfəlik pul verməklə, ərzaq verməklə dəstək oluruq, amma heç bir problem həll olunmur. Amma bir də var ki, həmin insanların əməyini dəyərləndiririk, həm özümüz üçün bir məhsul əldə edirik, həm də həmin insanların ayaqda qalmasına biz dəstək oluruq və xüsusən də belə bir güclü bir hekayə, öz ayaqları üzərində dayanan, heç kimdən asılı olmayan bu cür güclü bir komandaya biz dəstək olsaq, bir cəmiyyət olaraq, mən düşünürəm ki, icmalara töhfə verən bizneslərin çoxalmasına biz daha çox töhfə vermiş olaraq. Təşəkkür edirəm sona kimi dinlədiyiniz üçün. Nə sualınız olarsa, rəyləriniz olarsa, aşağıda yaza bilərsiniz. Böyük məmnuniyyətlə cavablandırmağa hazırıq. Dəzgah brendinin də səhifəsini mən qeyd edəcəm. Özünüzə yaxşı baxın. Və bu videonu əgər dəyərli hesab edirsinizsə, ətrafınızla bölüşməyi unutmayın ki, daha çox insanlarımız real qəhrəmanlıq hekayələri ilə tanış olsun. Çünki bizim gizli qəhrəmanlarımız çoxdur və çox təəssüf ki, medianın təsirinə görə biz həmin hekayələri çox eşidə bilmirik. Və mən əminəm ki, siz doğru insanlara bu videonu göndərməklə hər hansı bir balaca qızın, hər hansı bir yeniyetmə qızın və yaxud da qadının motivasiya olmasına öz töhfənizi verəcəksiniz. Diqqətiniz üçün təşəkkürlər. Çox sağ olun.